Xanım, istəyirsiniz mən bunu salım kreditə sizə pul verim də. Niyə satırsınız Mən ki? bunu satıb özümə böyük... Yaxşı maşın dağı, bu cürə maşın adam satar. Yox, mən satmaq istəyirəm bunu. Satırsınız. Gəlin kreditə salaq. İstəmirsiniz, hə? Yox, satmaq istəyirəm. Hə, yaxşı. Onda neçəyə deyirsiniz sonu bunun? Valla mən bunu o vaxtı almışam 14 minə. 14 minə. Bəli. Ay xanım, onda püruslar baha idi. İndi nə olub ki mənim pürusuma? Heç nə olmuyor, qəşəng maşındır. Mən də gör pis maşını heç vaxt tərifləyib satmıram. Gəl bunu mən dediyim qiymətə verək, yaxşı, sataq getsin də. Sən dediyin qiymət? 10.800. Satılacaq. Hə, mən satacağım bu maşını. Yaxşı. Razısan? Razı. Tək səndə niyə mən? Əziz qardaşlar, əziz xanımlar, bax, gözəl bir dənə belə pürus çıxartdıq satışa. Maşının nağdıqısı da mümkündür, kreditlə də satışı mümkündür. Maşın da əla vəziyyətdədir. Niyə mən? Gəl qabaqdan da göstər. Maşını da idarə edən xanım olubdu. Və xanımı gücünə razı salmışam. Düzdür, pürus vaxtı baha alıbdı. İndi biz bunu, mən görürsünüz də, həmişə sizə kömək eləmə, ucuz alasınız. Təcili çıxartdıq satışa. İstəyən olsa profildə nömrəmiz var, buyursun əlaqə saxlasın. Maşının qətiyyən problemi yoxdur. Bir də gözəl qardaşım, gözəl xanımlar, kimin də belə bir avtomobili var, özünə təcili pul lazımdırsa, nə edir? Gətirir bizdə. Kreditə salıb pul götürür, maşının nömrəsi də dəyişmir. Yəni ili 90-cı ildən yuxarı Luboy maşını gətir bizdə kreditə sal, pulunu götür. Sağ ol.